Bu yaxınlarda mən çox xoşuma gəldi bu ifadə. Hansısa bir ziyalı idi, belə açıqlama verəndə dedi, yaxın zamanda, yaxın illərdə bütün insanlar bir-birinə oxşayacaq. Ən çox qadınları nəzərdə tutdu da, yəni yanaqcıqlar, burun, dodaq, saç qaynaq, dırnaq uzun, arxalar şişirdilmiş. Deyir ki, hamı bir, doğrudan da son vaxtlar baxırsınız da, məsələn, mən seçə bilmirəm. Görürəm, hamı eynidir. İndi o adam da belə açıqlama verib də səmimi. Və çox qəribədir ki, bu insanların, yəni yaxın gələcəkdə bunların xasiyyətləri, xarakterləri də eynidir. Evdən qaçmaq, anıyatıya söz qaytarmaq, məktəbə getməmək, elm öyrənməmək. Elə bil ki, bu həyat, bu zamanə bunlara aid deyildi. Yəni, mən dünyaya valideynim məni gətirib, mən istədiyim kimi hərəkət etməliyəm, müstəqil olmalıyam, söyməliyəm, təqdirləməliyəm, evdən qaçmalıyam. Və bilirsiniz, bir növ ənənə şəklini alıb, ən çox da qız uşaqları ailələrindən uzaqlaşırlar, qaçırlar anadan, atadan, evlərindən və deyirlər ki, bizi yola vermirlər, bizi incidirlər. Halbuki incitmirlər, sadəcə sərbəst olmaq istəyirlər. Mənim tanıdığım bir ailə var ki, bir qadın var ki, özü müəllimədir, qızı da, oğlu da evdən qaçıb. Başqalarına dərs keçirir, elm öyrədir, öz qızı, ən çox da deyərdim, əsas qızı. Qızı 14 yaşından, bəlkə də 13 yaşından anadan, atadan uzaqda, heç bilmirlər harada yaşayır. Arada bir telefon açırkən, hə, sağ-salamata. Tovuzda orta məktəb şagirdi, 13 yaşlı qız Az Süleymanova oxuduğu Bozalqanlı kənd orta məktəbindən çıxıb evə qayıtmayıb. Fərqli fikirlər söylənilir, fərqli. Qıza baxıram, 13 yaşından çox böyük yaşlıya görünür, yaşlı qız oxşayır. Diqqətlə qaşlarına zadada baxıram, Allah keç günahımdan. Allah keç günahımdan. Qaşlarına da diqqətlə baxıram. İndi yəqin ki, çalışacağım ki, onun fotosunu da burada yerləşdirim. Qafqaz İnfonun məlumatına görə Az yaşlının nənəsi deyib ki, onun çantasında ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb. Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırılmışdılar. Yəni ailəni. Dedilər ki, dəftərində qeyri-adi şeirlər yazıb, şeylər. Özünlə paltar, şinya, su götür, saçını kəs. Biz hara desək, ora gəl. Dağlıq əraziyə gəl. Amma sonra bu qızı tapdılar da. Məncə Gəncədən tapdılar. Ailəsinə qaytarılıb. Onu da deyim ki, artıq bu qız tapıldı. Sağ olsun, yenə də deyirəm, bizim polisimiz, yenə də bizim Daxili İşlər Nazirliyimiz operativ şəkildə araşdırma başlanıldı. Qız başlanıldı və qız tapılıb, bu 13 yaşlı məktəbli evinə qaytarıldı. İndi mən düşünürəm, günah kimdədir? Günahı kimdə axtaraq? Kimə verək sualı? Kimdən sualımızı cavabını alaq? Məktəb daima repetitorla məşğuldur, pul yığmaqla, biznes qruplar. Artıq son vaxtlar məktəblər maraqlanmır. Uşaqların əxlaqla, tərbiyəsilə, davamiyyətinə maraqlanmır. Valideynlər də hərəsi bir telefon alıb, qız qapalıb öz otağına saatlarla. İxtiyarı yoxdur ki, qapını döyübsün ki, qızım sən burada nə edirsən? Kimə nə yazır, kiminlə nə danışır, kimə nələr verir, nələr vəd verir. Mənim özüm bu günlərdə TikTok'dan bir səhifə almışdım, qızdır. Bizim pulu atdıq onun kartını, həmən bizi blokladı. Düz də onu indi polisə vermişəm, inşallah nəticə yaxşı olacaq. Mən dövlətimə güvənirəm, Daxili İşlər Nazirliyimə güvənirəm. İnşallah bu günlərdə qızı dəvət edəcəklər və aydınlıq gətirilsin ki, bu yaşda qızlar hansı dələduzluqlara əl atırlar. Sara Səfranı aldatmaq olar, məni də aldadıblar.